Deməli, yoldaşlar, indi biz elif, else if və else mürəkkəb şərt operatorunu öyrənməyə çalışaq. Mürəkkəb şərt operatoru bizə nə zaman lazım olur? Məsələn, 3 ədəd arasında ən böyüyü tapmaq kimi bir məsələ qarşımıza çıxırsa, o zaman bizə belə mürəkkəb şərt operatoru lazım olur. Elə bayaq həll etdiyimiz müsbət və mənfi ədədin, yəni ədədin müsbət, mənfi təyin, müsbət mənfiliyini təyin edin tapşırığında biraz dərinə getsək, əslində ədədin 3 versiyası var. Ya ədəd mənfidir, ya ədəd müsbətdir, ya da ki sıfırdır. Yəni onun sıfır olma versiyasını da nəzərə almaq üçün, yəni 3 şərt ya müsbətdir, ya mənfidir, ya sıfırdır. Hər 3 şərtini nəzərə almaq üçün if, else if və else bu tip koddan istifadə etməliyik. Bunun üçün biz belə bir tapşırıq fikirləşək. Məsələn, bir neçə şagird adı yoxlayaq, həmin şagirdlər tapşırığı təhvil veribmi, verməyibmi, onları çapa verək. String şagird deməli, string şagird Müəllim, şagird yerinə mənə adımı yazacaqsınız. yazacağım, narahat olma. Yaxşı. Out şagirdi daxil edin. Baxın, saytınızda normal kursor yox, altdan xət kimi çevriləndə saytın ürəyi getdi deməkdir. Ona görə Ctrl-A, Ctrl-X eləyirsiniz, saytınızı yeniləyib sonra işinizə davam edirsiniz. Yoxsa o altdan xət olan sizə problem yaradacaq. Müəllim, Ctrl-A kopyalamaqdır. Bəli. Yox, Ctrl-A hamısını seçir. Hamısını. Ctrl-X isə kəsməkdir. Yəni o ekrandan kəsib götürür. Bildim. Şagird adını daxil edin. Sin şagird. İndi şərt qoyuram. Şagird bərabərdir Fuaddırsa cout GPT ilə küs. Daha sonra indi Fuad olsun, Bilal olsun və Kənan olsun personajlarımız. Else if burada biz yazacağıq şagird bərabərdir Bilal. Bilal əfəndi üçündə biz yazaq cout stringlərlə aranı düzəlt. Daha sonra else if yenə bir şagird adı yazaq. Şagird Kənan A. Hayır, Kənan yəni. Cout nə yazaq? Hansını yazım, hansını saxlayım Kənan? Dərs oxu yazım qısaca. İndi else cout əsəblərinlə az olmayın. Müəllim, Bəli. indi məsələn siz burada Fuad daxil eləsəz, o deyəcək ki, 2 ilə 200.
nə bilim Bilal daxil etsəz onları, Kənan daxil etsəz onları. O Bilal Kənan Fuaddan başqa, məsələn başqa adı daxil etsə yazacaq ki, əsəblərimlə az oynayın. Ay, sağ ol. Bəli, bəli, doğrudur. Rana basırıq. Məsələn, daxil edək Nemət. Baxaq. Əsəblərimlə az oynamalıymış Nemət. Sərafət eləyirəm. Sadəcə o soruşdu deyə şeylədim. İndi baxaq. Burada nə baş verdi? String şagird. Şagird daxil edib, 3 şagird üçün müəyyən bir iş təyin edib, digər hallarda isə ümumi bir belə deyək B planı yazırıq else-də. Şagird adını daxil etdiyimiz üçün bu olur string. 7-ci sətirdə bərbəzək daxil etmişik ki, rana basanda kod bizimlə danışa bilsin. Kod bizə desin ki, şagird daxil et, ardınca da biz onu daxil edək. Sin şagird. Sonra şərt qoyuruq. Əgər şagirdimiz Fuaddırsa, GPT ilə küsməyini tapşırdıq. Əgər şagirdimiz Bilaldırsa, stringlərlə küsüb barışmağını tapşırdıq. Əgər şagirdimiz Kənandırsa, çılgınlıq edib arada dərsə qoşulub tapşırıq təhvil verməyini tapşırdıq. Digər hallarda da əsəblərimi oynatmayın dedik ümumi olaraq. Deməli, bu ad GPT ilə küs. Bu belə. Müəllim, bu sözdən sonra daha küsəcəm. İnşallah. Ümidimiz bunadır. Müəllim, Hə. ChatGPT-də şey var ya, pul qurtarma, o qutar. Keçmişim gemini ya. Deməli, biz indi qəşəng, möhtəşəm bir tapşırıq yazırıq. Həmin möhtəşəm tapşırıq belədir. Həftənin gününü daxil edin. Gününü daxil edin. Nömrəsini daxil edin olsun. Həftənin gününün nömrəsini daxil edin. Uyğun nömrənin adını çap edin. Qısaca yazıram. Bu nə deməkdir? Yəni 1, əgər daxil etdiyin ədədin 1 olsa, bazar ertəsi çap etməlidir. Məsələn, burada nümunə kimi yazıram. 1 daxil etsən, bazar ertəsi çapa verməlidir. 7 daxil etsən, bazar çap etməlidir və yaxud da bazar günü çapa verməlidir. Burada baxın, siz həftənin gününü nömrə kimi daxil edirsiniz. Nömrə kimi olduğu üçün siz bunu integer ilə daxil etməlisiniz. Int gün məsələn və yaxud da int nömrə də int n sadəcə int n kimi də təyin edə bilərsiniz. Cout həftənin və ya günün nömrəsini daxil edin. Belə bir şey yaza bilərsiniz. Sin nömrə. Sin n, sin x, möhtərəm keyfiniz nə istəsə. Sonra şərt qoyursunuz. Əgər x'iniz 1-dirsə, cout bazar ertəsi, else if növbəti şərt. Əgər x'iniz 2-dirsə, çərşənbə axşamı, növbəti şərt. Əgər x'iniz 3-dürsə, çərşənbə. 7 şərtin 7-ni də qurun. Else-yə isə, məsələn, klaviaturadan 199 daxil etsəm nə çıxmalıdır? Hə, uşaqlar? Baxın, həftənin gününü təyin edən tapşırıqda mən əgər klaviaturadan ədəd olaraq 199 daxil etsəm, mənə nə verməlidir çap olaraq? Error verəcəm müəllim. Error verməlidir. Bütün həftənin günlərini if, else iflərdə yazırsınız. Else-də isə error saxlayırsınız. Yəni, ayrı bir ədəd daxil olunanda bizə cavab kimi error göstərməlidir. Buyurunuz, tapşırığı yazın.